Zaman heç vaxt dayanmır. Bəs sən özünlə üzləşməyə hazırsanmı? Sabahınız xeyir. Deməli, ağlıma bir mövzu gəldi. İndiyə qədər ən çox mənə verilən sual. Niyə öz işini qurmursan? Niyə bu qədər gözəl çevrən var, bu qədər bacarıqlı çevrən var, özün bu qədər bacarıqlısan, amma heç vaxt öz işini qurmamısan? Mən öz işimi 3 dəfə qurmağa cəhd eləmişəm və hər zaman da 4-cünü qovuram. Birinci 2021-də idi, sonra 2023-də idi, sonra 2025-də idi. İndi də deyəsən 2026-da 4-cü cəhddir. Bəziləri uğurlu olub, bəziləri uğursuz olub. Amma heç vaxt tam istədiyim şəkildə uğurlu olmayıb deyə bunların varlığından heç kimin xəbər olmayıb. İlk növbədə, yəni çevrənin geniş olmağı, çevrənin bacarıqlı olmağı hər şeyi həll eləmir. İlk növbədə məsuliyyətli çevrə olmalıdır. Daha sonra güvənə bildiyin insanlardan ibarət çevrə olmalıdır. Davamı ikinci hissədə. Deməli, birinci cəhdimi 2021-ci ildə eləmişdim. Yanlış insandan yanlış yerdə. Əlimdə olan bütün sərmayəni öz işimə yatırmışdım. Sonra da hamısı müflis oldu və həmin insanın günahına görə. Əslində tam günahı ona atmaq doğru sayılmaz. Çünki mən güvənmişəmsə, məndə də səhv var. Tanımadığım insandan bir yola girmişəmsə, bir işə girmişəmsə, 6 ay obyekt işlətdi şəhərin mərkəz yerlərinin birində. Amma çox təəssüf ki, heç bir maliyyə savadlılığı olmadan, heç bir marketinq strategiyası olmadan bu işə cəhd etmişdik və mən də təcrübəsiz idim. Cəmi 25 yaşım var idi və mən marketoloq kimi yox, sadəcə SMM kimi çalışırdım və nəticədə iflas olduq və mənim həyatımdan 2 ilimi həmin o dönəm aldı. Sırf onun borclarını ödəmək üçün. Yəni o dövrə qədər mən həyatımda heç vaxt kreditə girməmişdim, heç vaxt nəyisə kreditdən almamışdım. Bəlkə də bu ən cool hərəkətim idi ki, hər şeyi indiyə qədər nağd almışdım. İlk dəfə özüm üçün nəyisə risk eləmək istədim. Onda da sağ olsun ortağım, sağ olmasın. Onun sayəsində hər şey müflis oldu və həyatımdan 2 ilimi, 3 ilimi geri aldı. Amma ki, həmişə bu cəhdimdən utancla danışıram. Çünki ən azından özüm batırardım bu işi. Ən azından özüm nəyisə səhv eləyərdim. Deyərdim ki, mən səhv eləmişəm. Yəni, özümdə də günah tapa bilmirəm. Və ən pisi də budur ki, iplər sənin əlində deyil. Ona görə birinci cəhdim belə mənasız yerə getdi. Təcrübəsizliyimdən, güvənsizliyimdən belə getdi. Bunları nəyə görə deyirəm? Yəni, mən əslində cəhd etmişəm, uğursuz da olub, öz işimin kuryeri də olmuşam, satıcı da olmuşam, marketologu da olmuşam, targetologu da olmuşam, müştərilərlə danışmağa da getmişəm, müştəriləri də qəbul etmişəm, amma nəticədə uğursuz olub. Və uğursuzluğun da mənbəyi birbaşa mən deyiləm. Həmin o naparnikim idi. Kaş ki, birbaşa özüm olardım, kaş ki, öz səhvimə görə əziyyət çəkərdim. İnsana ən çox təsir edən odur ki, öz səhvinə görə əziyyət çəkmirsən, başqasının güvənilir olmamağına görə əziyyət çəkirsən. Elə mənim səhvim oldu ki, doğru insandan iş görmədim. Yəni, birinci cəhdim belə olur. Əslində, hər şeyi bacarmaq o demək deyil ki, doğru işi görürsən, doğru yerdəsən. Yəni, işin bölgüsü doğru olmalıdır və doğru insanlarla koordinasiyada olmalısan. Yəni, hər şeyi bacarmağın hər şeyi eləməli olduğunu anlamına gəlmir. Sadəcə doğru iş bölgüsü olmalıdır və doğru insanlarla çalışmalısan. İstər əməkdaşlar olsun, istər ortaq deyə biləcəyin adam olsun. Ortaq deyə biləcəyin adam, işi bilməyən adam belə olsa, güvənilir bir insan olmalıdır. Sabah arxanı çevirəndə arxanca iş çevirməməlidir və yaxud qoyduğun pulu yeməməlidir. Çünki sən hər zaman büdcəyə nəzarət edə bilmirsən, hər zaman mühasibin olmur, maliyyə rəhbərin olmur. Ona görə doğru insanlarla iş görmək lazımdır. Və yığdığın komandadakı şəxslər hökmən məsuliyyətli olmalıdır. Bu da artıq mənim ikinci biznes qurma cəhdimdir. O əslində o qədər də uğursuz olmadı. Bəzən hələ də davam eləyir, bəzən hələ də iş qururam. Sadəcə bəzi əməkdaşlarla yolları ayırdım sırf məsuliyyət probleminə görə. İkinci iş qurma cəhdim 2023-2024 aralığına tuş gəldi. Bu dəfə artıq obyekt götürmədim. Çünki obyekt götürmək ilkin mərhələdə artıq məsrəf deməkdir, əlavə pul deməkdir. Ona görə də onlayn platforma üzərindən iş qurdum, bir şəbəkə yaratdım və orada da əməkdaşlar oldu. Və əməkdaşlarla tək-tək şəxsilə tanış oldum
hansında ki işıq var, onlara əlavə bacarıqlar öyrətdim ki, sənin bu bacarığından istifadə eləyəcəm və biz faizə işləyəcəyik. Və onların bəzilərindən hələ də iş görürəm, hələ də əlaqəmiz var. Və bunu 2025-ci ildə daha da genişlətdim və hələ də onlarla əməkdaşlıq eləyirəm. Sadəcə burada yenə bir mənfi nüans o oldu ki, bəziləri maşinlik olmasa da, yəni qərəzli şəkildə olmasa da məsuliyyətsizdirlər və işə biraz qeyri-professional yanaşırlar və işi çox gecikdirirlər. Bu arada bu videolar arxivə düşsün deyə yazıram. Gələcəkdə bunlar mənə lazım olacaq. Bu dəfə də artıq işi gecikdirməyə başladılar, işi ləngitməyə başladılar. Bəziləri qiymətdə narazılıq edirdi, əvvəl danışdığımız qiymətə razı olmurdular. Yəni bunu mən anlaya bilmirdim ki, indiyə qədər mən çox xidmət sahəsində çalışmışam. Əvvəl nə qiymət danışmışıqsa, axırda da o qiyməti mənə veriblər. Mən sonradan qiyməti artırmamışam, əlavə xidmət olmayıbsa. Amma əvvəl danışdığımız qiymətə çox narazılıq edirdilər və burada gördüm ki, bacarıqda, güvəndə bəzən hər şey deyil. Biraz da işə qarşı məsuliyyətli olmalıdır. Və burada da bəzi uğursuzluqlar oldu. Bəziləri vaxtımı aldı, bəziləri ilə yolları ayırdım, biraz kinayəli şəkildə. Və bu da yarı uğurlu, yarı uğursuz oldu. Uğurlu tərəfin hələ də inkişaf elətdirib saxlamışam. Artıq 2026-cı ildir. 2025-ci ildən 4 nəfərlə hələ də əməkdaşlıq eləyirəm. Üçü SMM sahəsi üzrədir. Biri isə elmi işlər yazmaq üzrədir. Yəni 5 nəfərdir. Üçü ilə SMM işlərində paslaşırıq, işlər götürürük, bərabər çalışırıq. İkisi isə diplom işi, dissertasiya işi üzrə çalışırıq və hələ ki uğurlu olub. Və bunları hələ ki qeyri-legal şəkildə eləyirəm və yaxında legallaşdırmağa fikirləşirəm. Amma ki, mən bu 5 nəfəri yalan olmasın bir 20 insanın arasından seçmişəm. Və 15 insan çürük çıxıb iş mənasında. Və bu seçimi eləmək çox çətindir. Bir kitabda görmüşdüm ki, iş qurmağa çalışarkən uğursuz adamdan məsləhət almaq lazımdır. Uğurlu adamın bir şəkildə bəxti gətirir, bir şəkildə doğru zamanda doğru yerdə olur, amma uğursuz insan doğru zamanda doğru yerdə olmur. Ondan bilgiləri almaq lazımdır ki, harda olmamalısan onu öyrənəsən. Ona görə də siz həmişə uğursuz adamlardan məsləhət alın. Uğurlu adamın taleyi bir dəfə gətirir və ikinci dəfə eyni şey olmur. Yəni bir adam bir gecənin içərisində milyoner olubsa, ikinci bir adam eyni şəkildə milyoner ola bilməz. Çünki talih bir insana bir dəfə gülür və ancaq o insana o şəkildə gülür. İkinci şəkildə heç bir insana gülmür. Yəni hərənin bir öz yolu var. İkincilər, üçüncülər, dördüncülər onu təqlid eləməyə çalışır, amma onun kimi olmur. Olur yəni milyoner olmur, 100.000 qazanır. O da ki 2 nəfər, 3 nəfər. Ona görə də daim uğursuz insanlardan məsləhət almaq lazımdır. Ona görə də mən həmişə uğursuz insanların həyat hekayəsini daha çox dinləyirəm ki, görüm nələri eləməməliyəm ki, zaten həyatıma tətbiq eləyəndə görürəm ki, həqiqətən də elədir. Uğursuz insanlardan daha çox öyrənəcəyimiz şeylər var. Yəni uğurlu insanların kitablarını oxuyum, onun kimi eləməyə çalışım, hamısı yalan fikirlərdir. Bu arada yəni 2021-ci ildə rahat bir işim var idi, maaşlı işim var idi, kənardan yetəri qədər gəlirim var idi və mən böyük bir sərmayə yığmışdım özüm üçün, o dövr üçün. Amma bir anda dedim ki, mən komfort zonamdan çıxmalıyam, nələrsə eləməliyəm. Və bir anda öz həyatımı məhv elədim. 2 ilimi, 3 ilimi məhv elədim. İnsanlar dənizdə çimirdi, baseynlərə gedirdi, özləri üçün gözəl həyat yaşayırdılar. Mən yayın istisində kuryer kimi öz sifarişlərimi çatdırırdım. Və bundan utanmırdım, bundan zövq alırdım. Yəni belə səhvlər eləməyin. Və belə bir Murphy qanunu var ki, insanın bir işi uğursuz olanda bütün həyatına təsir eləyir. Digər işlər də uğursuz olur. Deyirik, qumarda uduzan eşqdə udar eləyər. Yəni boş söhbətdir. İstər ailə həyatı, istər münasibət həyatı, istər çevrəsi, istər dost münasibətləri, istər psixoloji durumu, istər azərkeşi olduğu komanda belə yəni düşüşdə olur da yəni. Yəni uğursuzluq gələndə, bəla gələndə 50 ilə gəlir və uğur gələndə hamısı bir yerdə gəlir. Eyni ilə işində uğurlusansa bu ailənə də təsir eləyir, münasibətinə də təsir eləyir, həyatına da təsir eləyir, azərkeşi olduğun kluba belə təsir eləyir. Necə bir kainatda yaşayırıqsa, necə
eyni cihaza bağlanmış kabellərdən bir həyat yaşayırıqsa, hamısı bir-birinə təsir eləyir. Yəni, bu da bir həyatın gerçəyidir. Bu arada, yəni o düşdüyüm situasiya mənə çox kömək elədi və mən o vəziyyətdən çıxdım və daha yaxşı şəkildə çıxdım, daha çox şey öyrəndim və daha çox təcrübə qazandım. Ümumiyyətlə, hər insanın bir insandan öyrənəcəyi nələrsə var. Dünyanın ən bacarıqsız, ən gerizekalı insanı belə olsa, ondan nələrsə öyrənə bilərsən və öyrənəcəyin nələrsə var. Bu arada 2 il əvvəl də qurduğum işdə mənfi cəhətlər oldu ki, dostunla belə iş qursan, hardasa pul məsələsində çətinlik yaşaya bilərsən, pul məsələsində qeyri-ədalətli bölgü ola bilər. Ona görə nə olursa olsun, dostun belə olsa qəpiyinə bölgü eləməlisən. Yəni ki, ay dostum da onda çox qalsın, ay mən onun dostuyam, mən də az qalsın. Belə söhbətlər qətiyyən olmamalıdır. Bunu da yaşadım, gördüm. Yəni, qısacası mən cəhd eləyirəm, cəhd eləmişəm, çox uğursuz olmuşam, pulları səpələmişəm, gözlərindən gəlsin, qazandıqlarımı, zülmlə qazandıqlarımı. Yəni, elə olub ki, mən sutkanın 18 saatı işlədiyim vaxtlar olub. Gözümün içinə qan vururdu, karantin vaxtı xüsusilə də. Yəni, hamının o korluq çəkdiyi vaxtlarda mən 18 saat işləyirdim və günə 400-500 manat qazanırdım. 3 gün, 4 gün dalbadal belə olurdu. Yəni, o dönəmlərim olub. Yəni, pulun haqqın hesabını itirmişdim. O dərəcədə gözəl günlərim var idi. Amma təəssüf ki, o əziyyətlə yığdığım pulları sırf güvənsiz bir insana güvəndim deyə itirdim. Amma təbii ki, peşman deyiləm. Yəni, bir yerdə itirməliydim bunu. Amma ən azından təcrübə qazanaraq itirdim. Və öyrəndim ki, hər insandan iş görmək olmaz və insanlara iş barəsində biraz qəddar olmaq lazımdır. Həddindən artıq qəddar olmaq lazımdır. Və hər gün mənə iş təklifləri gəlir ki, gəl bir yerdə işləyək, gəl bir yerdə iş quraq, pulu mən yatırım, sən öz bildiklərini həyata keçir. Mən hamısını rədd edirəm və normal şəkildə rədd edirəm, çünki hamısının sonunun bir yerə bağlanacağını bilirəm. Çünki bu iş elə bir işdir ki, maliyyəni də özün qoymalısan, idarə edici də özün olmalısan. İki tərəfdən birində olduğunsa dava qırğın düşür həqiqətən. Ona görə nə istəyirəm səhmdarım olsun, nə də istəyirəm ki, mən səhmdar olum, işi başqası idarə eləsin. İkisi də özün olmalısan maksimum. Bir də ki, dayday kimi demək olmasın, bu sosial şəbəkə o qədər axmaq bir yerdir ki, o qədər axmaq insanların yaratdığı gözəl imici görürsən, dəli olursan ki, axı sən bu deyilsən, sənin itə də borcun var. Yəni, it də səni görəndə qaçır. İt də sənin yaxından tutur ki, mənim borcumu qaytar. Amma baxanda görürsən ki, ən cool adam budur, ən işgüzar adam budur, ən dürüst adam budur və hamı buna inanır və hamı buna tapır, türklər demişkən. Elə deyil də, yəni. Əslində siz harda ki, təbii insan var, gedin onun yaxasından yapışın ki, bu insan heç nədən qorxmur. Bu videoda məsəl üçün kameranın qarşısına çıxır və kompleksli deyir ki, mən dağdan inmiş terroristə bənzəyirəm. Yəni, ən maşinlik insanları, bu qalstuklu, gözündə açıq, nə bilim, kompüter arxasında profil şəkli qoyan adamlarda gördüm. Ən böyük maşinlikliyi mən bu adamlarda gördüm. Maşinlik deyəndə ki, məsələn, moment axtarırlar ki, səndən pul alsınlar, işini güya düzqoş eləsinlər, sonra yoxa çıxsınlar. Təbii ki, mən buna bir dəfə aldanmışam, amma 100.000 dəfə də aldanmamışam. Onu deyim. 100.000-in də yəni sözün gəlişi, rahat bir 50 var. 50-dən də çoxdur. Bu arada insanın məsuliyyətsiz dostu olmağındansa deyingən qaynanası olsun ondan yaxşıdır. Çünki məsuliyyətsiz dostuna iş tapşırırsan, işini ən gec sənə verir, ən gec sənə çatdırır. Səni yalvardacaq duruma gəlir və nəhayət sənin işini görür. Yəni, belə adamdansa qaynanan olsun daha yaxşıdır. Bütün günü deyinsin. Bilirsən ki, ancaq deyinməklə sənə zərər verəcək. Bir də ki, bu həyatda mənim boşa içdiyim kofe qədər içdiyim başqa bir içki olmayıb. Yəni, boşa içdiyin kofe ayrı bir termindir. Normal kofedən fərqlidir. O kofeni ona görə içirsən ki, bu işin sonunda bir uğur olacaq, gəlirin olacaq və yaxud yaxşı bir şey başlayacaq, yaranacaq. Amma mən bunu o qədər içmişəm ki, görüşə çağırırlar, məcbur, məsəl üçün, xanımdırsa o kofeni özün ödəyirsən, iş üçün çağırır, görürsən ki, bu işdə bir işıq yoxdur. Və yaxud da ki, işıq var, bir müddətdən sonra fikrin dəyişir. Ən nifrət elədiyim şeydir də, yəni. Çağırır ki, ay bağ belə, ay bostan belə, ay belə qazanacaq, ay sənin gücün, ay mənim ağlım, nə bilim, nə.
Əla, kofeni içirsən, evə sevinə-sevinə gəlirsən, yaxın bildiyin adama da bunu şad xəbər kimi verirsən, 1 ay olur, 2 ay olur, 3 ay olur, xəbər çıxmır ki, yox mən fikrimi dəyişdim, yox ərim icazə vermədi, yox filan şey belə oldu, mən daha iştiyac olmadım. Hə, bir də ki, manipulativ olmaq şərtdir. Mən çalışırdım ki, heç vaxt manipulativ olmayım, amma sonra bir yerdən sonra baxırsan ki, sadəcə dostlarına qarşı manipulativ olmamaq lazımdır, yaxınlarına, sevdiklərinə qarşı manipulativ olmamaq lazımdır. Tamamilə manipulativ olmadan yaşamaq çox çətindir və mümkünsüzdür. Əgər iş dünyasında uğurlu olmaq istəyirsənsə, varıdan uğurlayıb kasıbı paylamalısan. Yəni ki, varlara qarşı manipulativ olmalısan, kasıblara qarşı ürək açıq. Varı kasıb burada büdcə məsələsi deyil. Yəni kasıbı bir obraz olaraq sevdiklərini götürə bilərsən. Varlıları da ki, qəddarları, nə bilim, şərəfsizləri falan misal götürə bilərsən. Ona görə bacardığın qədər manipulativ ol, aldat, pulların əlindən al, axmaq yerinə qoy. Belə olmaq lazımdır. Çünki sənə qarşı el olurlar. Hə, bir də ki, mən həmişə nələrsə gizlin eləməyi sevirəm. İlk dəfədir ki, bəlkə bu qədər nələrsə publikada paylaşdım. Bəlkə də bunlar mənim yadımdan çıxır deyədi. Yəni mən gördüyüm işləri belə publik şəkildə paylaşan biri deyiləm. Sosial şəbəkəni əsas əyləncə kimi istifadə edirəm. Və bunu mən mənfi tərəfində görürəm ki, sən bunu paylaşmasan, başqaları öz qarışqalarını fil qədər paylaşacaqlar. Amma sən öz filini heç qarışa qədər paylaşmırsan. Ona görə bacardığın qədər paylaşmaq lazımdır ki, məsələn, Ordu İdman Klubunun səhifəsini mən yaratmışam. Və yaxud indiyə qədər bir 50-yə yaxın brendin işlərini görmüşəm. Brenddən əməkdaş kimi çalışmışam. Nə bilim, bir 300-400 tələbənin elmi işini mən yazmışam. Yəni, belə şəkildə gərək öz PR-ını rahat şəkildə aparasan. Çünki başqaları öz qarışqasını fil qədər paylaşır. Bir də mən nəyə başa düşmürəm? Biri sənə ortaqlıq təklif eləyir, biri sənə əməkdaşlıq təklif eləyir. Və sən o əməkdaşlıqda öz təcrübəndən, öz biliyindən istifadə etməyə çalışanda başlayırsan işlə müdaxilə eləməyə, öz egosunu göstərməyə. Məsəl üçün, sən ona bir iş tapşırırsan ki, mən bunu eləyəcəm, sən də bunu elə. Qayıdır deyir ki, mən niyə sən gördüyün işi görmürəm, niyə mənə bu işi tapşırırsan, niyə əmr verirsən? O mənə çatmır da həqiqətən. Yəni, 2 nəfərin arasında belə liderə ehtiyac var. Yaxşı, əgər lider özün olacaqdınsa, elə öz liderliyini özün eləyərdin. Niyə mənə ehtiyac duydun? Mən gəlmişəmsə, deməli, lider olmalıyam. Mən sənin niyə dediklərini eləməliyəm ki? Mən elə tək öz dediyimi özüm eləyərəm da, yəni. Bunu bir dənə özünüzdə fikirləşin, əgər iş quracaqsınızsa. Əgər köməyə ehtiyacınız varsa, lider gətirin, köməkçi gətirməyin. Köməkçi doludur. Köməkçi işinin özünü də eləyə bilərsən ki, mən kuryer işini də görmüşəm, öz kuryer işimi də, öz SMM işimi də görmüşəm. Amma bu dəqiqə mən özümə ortaq axtarsam, özümə bir lider axtarıram. Yəni, düşünən ağlınız yoxdursa, problem deyil. Düşünən ağıl gətirin və düşünən ağıl lider olur, qərar verən adam olur. Və onun dediklərini heç vaxt müzakirə eləməyin. Nəticəni müzakirə eləyin. Yəni, uğurlu olmağın tək sirri budur. Bu dəqiqə, yəni, mən istədiyim yerdə deyiləm, amma istədiyim yerdə olmasam belə öz həmkarlarımdan yetər qədər qabaqdayam. Və mən bunu kef eləyə gerçəkləşdirmişəm. Gecə-gündüz işləyərək sadəcə 2 il, 3 il həyatımın alıb. Qalan günlərində keyfimdə, gəzməyimdə, əylənməyimdə olmuşam və bunları mən həyata keçirmişəm. Amma ki, özümü öldürərək, biraz manipulyasiya eləyərək, insanları aldadaraq eləsəydim, Allah bilir haralarda olardım. Amma ki, bəzən o vicdan balansını da saxlamaq lazımdır. Düzdür, həmin insanlar üçün vicdanlı olmaq kasıb təsəllisidir. Onu da mən yaxşı başa düşürəm. Yəni, elə insanlar adətən biri vicdandan danışanda onu belə kasıb təsəllisi kimi başa düşürlər. Amma elə deyil. Sabah başını yastığa qoyanda gərək rahat olasan, için rahat olsun. Və yaxud telefonuna zəng gələndə fikirləşməyəsən ki, görəsən hansı borc yiyəsi telefonu qaldıran kimi nəsil kökümü söyəcək. Yəni, belə olmamaq lazımdır ki, zaten mənim o keçmiş ortağım elə idi. Zəng gələndə qorxurdu ki, görəsən kim var yoxumu söyləyəcək. Demir, filan kəs var yoxumu söyləyəcək. Deyir, görəsən hansı var yoxumu söyləyəcək. Bu arada bu səhifəm son vaxtlar pasiv qalmışdı. Özün ögəy kimi hiss eləyirdi və varlığını unutmuşdu. Ona görə burada paylaşımlar elədim ki, unudulmasın. O bir profilim viral olsa da, bu səhifə hələ də yaşayır və işlə bağlı olan insanlar bir yerə yığıb. Yəni ki, belə.
Siz deyirsiniz iş qur, mən işimi qururam, dağılır, qururam, dağılır, amma nə vaxtsa möhkəmlənə bilər. Möhkəmlənmiş versiyası da var. Hazırda sağ olsun əməkdaşlarla işləyirəm. Bir şəbəkəmiz var, bir-birimizə işlər ötürürük, onlayn üzərindən bir-birimizə əlaqə qururuq. Nə vaxt ki daha da genişlənər, onda artıq bir obyekt götürüb onda işlədərik. Hələ ki rasxodsuz şəkildə şükür Allaha gedirik. Görək hara qədər belə gedir. Amma bir yerdən sonra artıq möhkəmlənmək lazımdır. Sağ olsun əməkdaşlar da hər iradımı qəbul edir, hər fikrimə hörmətlə yanaşırlar. Bəzən sərt şəkildə olsa belə anlayırlar ki, bu onların xeyri üçündür, daha yaxşı məsuliyyətli olmaq üçündür.